olan onun o keyfiyyətini göstərir. O vaxtdan mənim yadımda qalır. O Xozeyin sözünü mən əvvəllər də eşitmişdim. Amma o vaxt Qabilin mənə Xozeyin deməyi mənim o vaxtdan da yadımda qalır. Amma mən bir şey itirmişəm, o Heydər müəllim sizə. Mən ömrümdə Cəmi Cümlətanı bir dəfə istədim deputatlığa irəli sürəmiz namizədliyini. Onda Şirvanın baxdı. Şirvanın o yadımda. Kaçırdım Rəsul Quliyeva da çıxıb getdi. Rəsul Quliyevin pulu çoxdur, onda Şirvan verə bilərdi. Vermədi. Zarafatdır bunlar hamısı. Yox, mənim xatirimdədir də. Bu mənə dedi ki, mən istəyim deputat olam. Deputat da ola bilmədim. 14 döndə Şirvanım getdi. Heç olmasa deputat olmamışam, bu Şirvanımı qaytarır. Mən də Rəsula dedim ki, o Şirvanları verəcək. Onu da saxlayaq səsəriliyinə, səsəriliyinə. Yox. Onda ayrı şey olacaq. Yox, mən sabahları sana indi cibimdə yoxdur. Sabah Şirvanları Bunlar bana göndərəcək. korkmadı yer, yılmadı yer. Sabahları Şirvanları göndərəcək. Çok sağ olun. Arxayın olacaq. Sağ olun, mən istəyirəm o bir Ömür Həbləri kitabına o təyyarda da demişdim ki, Ömür Həbləri kitabına bir avtograf göndərdim. Cəval müəllimcilə, Mahir götürüb gəlmişdi. Məsləhətdir, aç oxu, sən bu kitabı Heydər. Çox suala tapacaqsan da cavabı Heydər. Görəcəksən quruluş, zay quruluşdur əksi, yandırır həm şişi o, həm də kebabı Heydər. Üstüvə kim bu saat qalxdı xoruzlandısa da, xoruzun uçmağı hardadır kitabı Heydər. Hansı namərdin olub, vicdanı, abrı, həyası, mərdə, mərdanəyə xas vicdan əzabı Heydər. Sağ olun. Sağlar bir balaca çıxmasınlar, gedə istəyirsiniz. Bunun da qiyməti ondan ibarətdir ki, bunu sən o vaxtlar yazdın, mənə göndərdin ki, mənə hücumlar elədilər burada, yadında. Hamısı. 91-ci ilin o fevral ayında ki, mən gəlmişdim bura, sesiyada, həmən o mətlər mənə hücumlar elədilər. Amma sən bir nətər, kənarda bir adamdın, şair baba, vəzifən yox, bir vəzifə məndən almamışdın, bir şey deməmişdin. Amma bu da vətəndaşlıq mövqeyidir. Vətəndaşlıq mövqeyini bildirdim. Çox sağ ol. Haradadır sürfə? İnturistun Mıravorlu salonunda. Mıravor. Gələyim bir kitabzat qövləri, bir kitabzat pişir uşaqlar, başqa şey. Gələyim biraz oturağım. Bir 100 vurağım olar. 70 ildə bir dəfə olan şeydir də. Mənə dedilər ki, Heydər müəllim, dedilər ki, sən tələsirsən, Nəsib bu, Səməd Vurğunun gübləyi qalıb, Süleyman İstəmin gübləyi qalıb, Rəşid Behbudun gübləyi qalıb, sən nə üçün belə tələsin? Dedim ki, onlar qaçmır, onlar dirilməyəcək. Mən ölə bilərəm. Vaxtınız varsa tezcə bularıq. Bilirsən nə var? Mən belə hesab edirəm ki... Hamımızı dəvət edirəm, hamımızı. Çox sağ ol. Mənim özümü də dəvət ediblər. Bilirəm, mən belə hesab edirəm ki, mən səndən başqa bir vaxt bir 100 qram mütləq. Amma mən oraya geçsəm... Amma Şanxayda Həsən müəllimə tapşırmışsınız o məsələni. Həll eləməm. Eləyirdi, yox, eləyirdi. Öz də deyirdi, mən xariclər nazirəm, mən sənə üçün ki, araq tuzan zat deyil. Amma süzürdü. Eləyirdi, hə. Ona görə mən bu məsələni həvalə edirəm Anar müəllimə. Anarım. Deməli, hələ canı tarmayıb. Yox. İkiyə qədər tutarmayacaq. Yox. O mənim normamı da bu içməli. Yaxşı, yaxşı. Yaxşı, sağ olun. Çox sağ olun. Bir də təbrik edirəm, can sağlığı, minnətdarlığımı bildirəm. Sağ olun, çox təbrik edirəm bütün yazıçıları. Təşəkkür edirəm. Təbrik edirəm, sağ olun. Sağ olun. Sağ olun. Sağ olun. Sağ olun. Gecəniz xeyir olsun. Sağ olun. Sağ olun.